Salam dostlar. İllərdir insanlar, sosial media mənsubları daha çox müşahidə edirik. Onkoloji xidmətlə bağlı öz narazılıqlarını ifadə edirlər bu və ya digər dərəcədə. Yazırlar müxtəlif sosial şəbəkələrdə, müxtəlif platformalarda ki, yəni insanlar onkoloji xəstələrə yardım göstərilərkən onlar pul ödəyirlər və s. və ilaxır. Yəni haqlı olaraq bu narazılıqlar var illərdir. İllərdir ki, insanlar narazıdır. İllərdir insanlar deyirlər ki, biri deyir ki, mənzilimi satdım, xərclədim onkoloji xəstəliyimin müalicəsinə. Biri deyir, avtomobilimi satdım, xərclədim. Biri deyir, bankdan kredi götürdüm. Biri deyir, borc aldım və s. Və bu insanlarda haqlı narazılıqlara gətirib çıxardır. Niyə? Çünki qanunda, kağız üzərində yazılıbdır ki, onkoloji xidmət dövlət hesabınadır. Yəni bu yazılıb, ancaq praktikada bu işləmir. Və təəssüflər olsun ki, belə hallar, yəni digər tərəfdən də şikayət mexanizmlərinin olmaması, insanlar bu şeylərdə, bu məsələdən narazılıq edirlər, ancaq fayda yoxdur. İnsanlar baxır ki, bir effekt, bir nəticə yoxdur. Ona görə də son günlərdə baş verən belə bir faciəvi hal düzdür. Biz hələ dəqiq bilmirik o nədən baş veribdir. Bəlkə o partlayıcı maddəni istifadə edən insanın ruhi problemi olub, bəlkə başqa bir problem olub. Yəni biz işin hələ dəqiq orada səbəbini bilmirik. Ancaq genel olaraq bu, yəni tək bu hala görə mən demirəm. Ümumiyyətlə bu bir ciddi bir sosial narazılığa gətirib çıxardı və oxşar nəticələr gözləniləndir təəssüf ki. Yəni bu məsələ dəyişilməsə oxşar faciələr qaçınılmazdır. Çox təəssüflər olsun ki, bu bir həkimin həyatı bahasına başa gəldi. Çox təəssüflər olsun. Yəni məsələ bilirsiniz necədir? İnsanlarımız biraz sadəlövh yanaşma eləyir. Bu görürəm ki, daha çox həkimləri qınayırlar. Qınanılası həkimlər də var, əlbəttə. Yəni heç kim ideal deyil, necə deyərlər. Bütün sahələrdə olduğu kimi tibb sahəsində də adekvat, qeyri-adekvat insanlar var. Ancaq bu konkret bu məsələlər, yəni onkoloji xidmətlə bağlı həkimlər sanki pasiyentlərin önünə sipər edilibdir. Yəni dövlət kağız üzərində yazıb ki, xidmət dövlət hesabınadır, özü çəkilib durub kənarda. Həkimlər qalıb pasiyentlərlə üzbəüz. Yaxşı, sən yazmısan ki, bu demək dövlət hesabınadır bu xidmət, müalicə, müayinə və s. Niyə etmirsən bunu? Bunun da belə deyək də, bunun da loru dildə desək, bu çanaq da həkimlərin, tibb işçilərinin başında çatlayır. Çünki xəstə gəlir, həkimi görür və narazılığın, etirazını ona bildirir, aqressiyasını ona bildirir. Ancaq əsl səbəbkarlar yoxdur ortada. Kənardadırlar, oturublar öz rahat, belə deyək də, otaqlarında, öz rahat kreslolarında və s. Sən bunu yazmısan dövlət hesabına, sən bunun arxasında durmalısan. Necə olur ki, bir dənə biz inzibati qayda pozuntusu edirik, o saat bizə qanunu göstərirlər ki, qanunla sən bu cəriməni ödəməlisən. Yəni qanunla tələb edirlər bizdən, haqlı olaraq olsun. Ancaq burada da qanun işləməlidir axı. Burada da qanun işləməlidir. Qanun burada işləmir. İnsanlar gedir öz vəsaitləri hesabına, onkoloji xəstəliklərin diaqnostikası, müalicəsi bəzən çox böyük vəsaitlər tələb edir. İnsanlar bunu tapa bilmir. Yəni çox insanda bu maddiyyat yoxdur. Digər tərəfdən sonuc da zəmanətli deyil. Yəni insan nə qədər bəzən loru dildə desək də, sadə dildə desək, pullar xərcləyir, amma şəfasını tapa bilmir. Yəni, o da bir tərəfdən insanları incidir. Yəni düzdür, onkoloji ağır xəstəliklərdir. Yəni orada bir qarantiya yoxdur ki, müalicənin nəticəsi %100 yaxşı olacaq. Yəni işin bu tərəfi də var da. Bəzən insanlar xərcləyirlər, amma yetəri qədər effekt görmürlər. Və onu öz vəsaitləri hesabına eləyəndə o insanlara daha pis təsir edir. Ona görə də bir an öncə bu məsələ həll edilməlidir. İllərdir biz deyirik, insanlar deyir, müxtəlif sosial media mənsubları deyirlər. Ancaq hələ ki burada bir irəliləyiş yoxdur. Mütləq şəkildə bu məsələ həll edilməlidir. Yəni onkoloji xəstəliklərin müayinə müalicəsi kağız üzərində yox, reallıqda, praktikada da dövlət hesabına və yaxud da ki, icbari tibbi sığorta xidmət zərflərinə daxil edilməlidir. Əks halda daha ciddi fəsadlar qaçınılmazdır.
Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalan.